Sevmədiniz, amma çox varlı biri ilə hesabla evlənərdiniz? Yox, evlənməzdim. Çünki məqsəd orada ki, varlı olmaqdırsa, məqsədi və başqa cür də sata bilərsən də. Yəni evlənmədən də, yəni başqa bir yollarla, işlə, məsələn, daha başqa şeylər görməklə şey edə bilərsən. Yəni sevmədiyin biri ilə gedib evlənirsən, o evdə onun hər dəfə, hər dəqiqə, hər saniyə üzünü görəcəksən də, onunla bir qabdan yemək yeyəcəksən. Ona görə də hər günün, hər saniyə burundan gələcək. O var-dövlət də sənin marağında olmayacaq, soyacaqsan hər şeydən. Ona görə də yox, yəni yaxşı elə özün varlı olğundan, belə olmaqdansa. Kişi kimi. Məsələn, $500.000 sizə deyir, evlənməklə $500.000 sizə verir. Yox, mənasızdır. Çünki sən o pulun ləzzətini də çıxarda bilmirsən də, o sənin hər gün gününün içindədir və sən o adamı sevmirsən. İstəmədiyin biridir, yad adamdır o sənə. Amma sən onunla birləşmirsən ki. Ona görə də mənasız bir şeydir. Gərək özün eləməlisən, başqa yollarla, daha perspektivli işlərlə eləməlisən, belə yerlərlə yox. Bu, yəni həyat deyil. iPhone deyiləm mən ki, yəni durum elə bir şey qəbul edeyim. Ona görə də yox. Sizcə sevgi yoxsa pul? Kommentarda yaza bilərsiniz.